Qızlar oxumalıdır. Qızlar mütləq oğlan kəndlərdə deyərlər gedib hamballıq eləyə bilər. Belə söz var. Olmaz axı. Ona görə qızları, kimin qızı var, xoşbəxtdir. Kimin qızı var, sözün əsl mənasında. Var qız övladınız tərəfindən? Əlbəttə qızım var, müəllimədir, çox istəyirəm. Allah ömür versin. Oğlum eşitməsin, qızımı ondan da çox istəyirəm ben. Qızımdır. Ayrı seçkili olacaq sonra. Yox, hər birinin öz yeri vardı. Ancaq qızı gəlir, o kəsikdir o axı. Aynən O kəsikdir də, bilirsən ki. Allah keçənlərə rəhmət eləsin. Başqasının əlinə baxacaq, başqasının çörəyinə baxacaq. Ona görə qız oxumalıdır ki, sabahları Allah eləmiş, Xuda nəşərdə bir hadisə olanda, bir nə bilim, nə olanda özünü dolandırsın. Balasına görə kiminsə qabağında əyilməsin. Qızlar bizim vicdan simvolumuzdur, namus simvolumuzdur, qeyrət simvolumuzdur. Biz onu doğrulmalıyıq. Mən bunu deməklə belə təəssürat yaranmasa ki, mən qadınların tərəfinə yox, hələ deyil. Həqiqətən elədir. Qadın böyük varlıqdır. Allah'tan sonra yaradıcı qadındır.